İntegral mövzusuna aid belə bir sualın izahına baxaq. Deyir ki, y bərabərdir x kvadrat və y bərabərdir kökdə x funksiyalarının qrafiklərinin məhdudlandırdığı sahəni hesablayın. Yəni bizdən baxın, bu məhdudlanmış hissənin sahəsini istəyir. Və bilirik ki, bu tür integral suallarında bizə əvvəlcə sərhəd nöqtələri lazımdır ki, biz bu integralı yazıb həll edə bilək. Və sərhəd nöqtələrini necə taparıq? Zaten grafikə baxdıqda görünür ki, sərhəd nöqtələrinin biri haradır? Koordinat başlanğıcı, 0 nöqtəsi. İndi mən digər sərhəd nöqtəsini tapmaq üçün bu qrafiklərin kəsişmə nöqtəsini tapmalıyam, elə deyilmi? O zaman nə deyərik? Kəsişmə nöqtəsini tapmaq üçün bu iki funksiyanı bir-birinə bərabərləşdirərik. X kvadrat bərabərdir kökdə x. İndi kökdən azad etmək üçün hər tərəfi yüksəltdim kvadrata. X üstü 4 bərabərdir x aldıq. X atsaq sol tərəfə x üstü 4 çıxılsın x bərabərdir 0. X-i mötərizə xaricinə çıxarsaq x vur x kubu çıxılsın 1 bərabərdir 0 alarıq. X kubu çıxılsın 1-i də müxtəsər vurma düsturuna görə vuruqlarını ayırsaq x çıx 1 vurulsun x kvadrat topla x topla 1 bərabərdir 0 alarıq. Zaten bu vuruğun kökü yoxdur. Deməli, digər iki vuruğu mən 0-a bərabər etsəm kökləri tapmış olaram. Deməli, kökümün biri 0-dır. X çıx 1 bərabərdir 0-dırsa x da 1-ə bərabərdir. Deməli, kökün biri 0-dır. Digəri də 1-dir. Zaten 0 kökünü biz grafikə baxdıqda görmüşdük. Digər kök 1-dirsə, deməli, mənim sərhəd nöqtələrimdən biri də nədir? 1-dir. Artıq sərhəd nöqtələrimiz məlumdursa, mən yazaram integralda sərhəd nöqtələrini 0, 1 və integralı tapmaq üçün nə edirdik? Həmin funksiyaların fərqinin integralını tapırdıq. Kökdə x-dan çıxarıq x kvadratını, yazarıq dx. İndi verilmiş bu ifadəni integrallamaq lazımdır və kökdə x ifadəsi əslində x üstü 2 də 1-dir. İndi mən kökdə x-i integrallamaq istəyirəmsə, deməli x üstü 2-də 1-i integrallayaram. Üstü ifadələrin integrallanması qaydası da necə idi? Qüvvət üstünə 1 gəlirdik və qüvvət üstünə bölürdük. Yəni 2-də 1-in üstünə 1 gəldim. Eyni zamanda həmin ifadəni 2-də 1 üstə gəl 1-ə böldüm. Bu da nəyi verəcək bizə? 3-də 2 x üstü 2-də 3. Deməli, kökdə x-in integralını aldıq. 3-də 2 x üstü 2-də 3 çıxılsın. X kvadratının integralı nə olacaq? Bu da eyni qaydada. Qüvvət üstünə 1 gəldim. 2 üstə gəl 1 oldu. Eyni zamanda 2 üstə gəl 1-ə böldüm. Deməli, 3-də 1 x kubu olacaq. Yazarıq 3-də 1 x kubu. Sərhəd nöqtələrim də 0 və 1 idi. Sərhəd nöqtələrini qoydum. İndi bu integralın hesablanması qaydası necədir? Bir dəfə ifadəyə gətirib 1 yazacağım, bir dəfə də 0 yazacağım və onların fərqini tapacağım. Bu da nə edəcək? 3-də 2 vurulsun 1 üstü 2-də 3 çıxılsın 3-də 1 vurulsun 1-in kubu çıxılsın 3-də 2 vur 0 üstü 2-də 3 çıxılsın 3-də 1 vurulsun 0 üstü 3. Zaten bu mötərizə 0 eləyəcək. Əslində yazmaya da bilərdik. Mən sadəcə olaraq göstərmək üçün yazdım. İndi 1 üstü 2-də 3 nəyi verəcək? 1-i verəcək. 1-i də 3-də 2-yə vursaq, etdi 3-də 2. 1 üstü 3 eləyəcək 1. 1-i də 3-də 1-ə vursaq, edəcək neçə? 3-də 1. 3-də 2-dən də 3-də 1 çıxsaq, cavabımız olar 3-də 1. Deməli, bizə verilmiş sualda məhdudlanmış hissənin sahəsi 3-də 1-dir.